Bəzi ixtisaslar xarici ölkələrdə geniş iş imkanları yaradır. Söhbət proqramlaşdırma, mühəndislik, riyazi elmlər və başqa sahələrdən gedir. Belə ki, bir sıra Avropa ölkələrində bu sahələrdə işləyəcək mütəxəssislərə ciddi ehtiyac var. Təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, elə ixtisaslar var ki, onlara tələbat çox olduğundan diplomları dünyanın əksər ölkəsində tez və asanlıqla tanınır. Başda neft-qaz sənayesinə aid olan ixtisaslardır, IT sahəsində olan ixtisaslardır, eyni zamanda iqtisadiyyatın beynəlxalq standartlarına cavabı verən ixtisaslardır. Bununla yanaşı, riyaziyyat yönümlü ixtisasları da differensial təmizlərdir, eyni zamanda topologiyadır, qeyri-səlis məntiqlə bağlı olan təbii ki, bunu xüsusi vurğulamalıyıq. Həndəsə sahəsində yüksək inkişaf var və burada olan alimlərimizin beynəlxalq konferanslarda çox yaxşı şəkildə iştirak etdiklərinə görə bu kimi ixtisaslara da dünya miqyasında ehtiyaclar var. Səbuhi Abdullayevin sözlərinə görə bəzi ixtisasları bitirən məzunların diplomları isə yalnız Azərbaycanda tanınır. O, bunun səbəbini həmin ixtisasların hər bir ölkədə yalnız öz təhsil və peşə standartlarına uyğun olması ilə izah edir. Az tanınan ixtisaslarımız da var. Bunların içərisində baxmayaraq ki, bizdə tibb və hüquq sahəsinə böyük ehtiyac olsa da, həmin ixtisasları bitirənlər dünya miqyasında ixtisasları tanınmır. Çünki bunlar yerli belə də hüquq sahəsinə uyğun olan fənləri keçiblər və eyni zamanda tibb sahəsində də olan əlaqələrin o qədər geniş olmamasına görə həmən diplomlar o qədər tanınmır. Pedaqojika yönümlü ixtisaslar xaricdə tanınmır, çünki sırf özümüzün daxili təhsilinə uyğun olan pedaqoji yönümlü ixtisaslardır. Sosialla bağlı müəyyən bir ixtisaslar var ki, onlar həmən təcrübədə tanınmır. Ekspert həmçinin tibb və bəzi sosial ixtisaslar üzrə beynəlxalq sertifikatlar alanların da xaricdə iş tapa bildiyini deyir. Aylin Rəsulzadə, Əli Cəfərov, Davud İbrahimov, Xəbər Ertəsi.